Fazil dayı, salam. Hacı, əleyhissalam, Lala xanım, əleyhissalam. Can, sən də orada kövrəlmisən. Bu bizim məscidin peyğəmbəridir. Alo. Bəs niyə bax dediyiniz bu cür? Məscidin peyğəmbəri kişi... Ağlama, quzu kəsim, ay Fazil dayı. Lala xanım, onun oğlunu molla edib. Alo. Eşidirəm. Oğlunu şeyini molla edib. Şeyin bir 10 gün bundan qabaq. Alo, eşidirsiniz mi? Eşidirəm Fazil dayı. Bir 10 gün bundan qabaq mənim əmim oğlunu dəfn elədi. Əmim oğlu universitetin müəllimi idi. Allah rəhmət etsin. Oğlunla bir yerdə gəldi. Oğlunun şeyini mollalığa öyrədi. Şeyin qəşəng ölü götürür. Onun özü peyğəmbər kimi insandır. O niyə belə günlərə düşüb bilmirəm. O nə desə mən onun qulunda hazır. Allah razı olsun. Allah şömamiz olsun. O bizim peyğəmbərimizdir. Onu necə bu şeyin onu niyə bıraxıb bilmirəm. Bu şeylə mən görüşəcəm. Əlbəttə ki, bunun bir oğlundan soruşmaq lazımdır. Ay bala, nə baş verir? Necə insan atasını belə ata bilər? Ata nə qədər çarəsiz olmalıdır ki, bura gəlsin? Lala xanım, o elə insandır ki, peyğəmbər kimi heç kəsə dəyər toxunan deyil. Əlindən başarılı adama kömək edir. Başaranı ölüsündə, öləndə heç vaxt o ölüyə məsəl üçün qiymət deməz. Onu yaxşı götürər. Ay Fazil kişi, və belə bir kişi, ona buna işinə yarayan, hamıya ata olan, elə orada Gəncəbasarda ağsaqqal olan, belə bir kişi, belə ad qazanan adam çöldə qalarmı heç? Vallahi onu mən mətəl qaldım. Sizin verirsə həmişə baxıram. Sizin verirsə baxıram həmişə. Sağ ol, Allah razı olsun. İndi dediyim o ki, bu kişiyi görəndə mən dəli oldum. Dedim, bunun şeyin orada olsun. Bu el ağsaqqalı, Gəncənin ağsaqqalı, bizim Respublikanın bəzi yerinin ağsaqqalı. Bu niyə belə burada olsun? Hüseyin'i bu mollalıq öyrətdi. Hüseyin pusad yerə mollalıq edir ki, bütün peyğəmbər kimi. Lala xanımdan bir söz demək istəyir. Fazil əmi, Hüseyin necə mollalıq eləyə bilər ki, öz atası çöllərdədir? Bax, elə ona mən mətəl qalmışam. Necə eləyə bilər də? Mollalıq, bir dəqiqə, mollalıq elə belə iş deyil də. Bilirsiniz ki, bu seçilmiş adamdır ki, Allahın enerjisi insanlara paylayır. Yəni, ən azından gündə neçə dəfə Allah sözü deyir, deyil mi? Bəli. Bəli, 10 gün bundan qabaq bizim əmi oğlunu götürəndə Hüseyinlə götürdü, Hüseyinlə oğlunla. Fazil kişi, görsən bir Hüseyinlə danış, bir maraqlan, bir gör, ayıbdır de, ayıb. O görün, məscidə görə bilirsəm, məscidə gelirəm mən, məscidə görə bilirsəm onu Əlbəttə, birinci bir el gözü deyilən bir şey var. El gözünə ayıbdır. İkinci, daxildə bir vicdan deyilən bir şey var. Bundan ümumiyyətlə. Mən mətəl qalmışam. Bütün o bəlkə də 50% insanları pulsuz dəfn edib. Ondan sonra o elə gözəl insandır ki... Yaxşı adamdır. Üzündə yazılıb xeyirxahlıq.